38 manata 80 dənə suşisi olan ideal suşi set təqdim eləyəcəm. Məkan maksimum suşidir, xalqlar tərəfdə yerləşir, belə bir dənə ləzzətli setləri var. Birinci mənfidən başlamaq istəməzdim, amma başlayıram Filadelfiya və balığın dadından. Təbii ki, məlum məsələdir, premium set deyil, premium set olmayan yerdə də Filadelfiyanın başını buraxmaq lazımdır. Amma bax, bu krevetka ilə bonita qəşəng söhbətdir. Həm krevetkanın dadı, həm də ki, bonita orada balıq dadı verir, idealdır. Ümumiyyətlə, bu tip ekonom setlərdə problem odur ki, toyuqla, krabla olan rolları basırlar içinə. Burada cəmsi bir dənə rol krabla idi, bir dənə toyuqla. Ümumiyyətlə, toyuqla rolu mən başa düşmürəm. Siz necə bəyənirsiniz, bu Sezar roldur, zaddır. Əvəzində isə bu souslu baked rolları möhtəşəm idi. Ümumiyyətlə, bu souslu rollar xilas eləyirdi Azərbaycan suşisini. Sousa biraz ikradan zaddan vurursan, içində də ki, biri salmonlandı, biri tuna ilandı. Ləzzətli bir dənə sushi əmələ gəlir. Sizə yalan deməyəcəm. Əgər premium rollar xoşlayırsınızsa, bunu bəyənmə ehtimalınız 50-50-dir. Amma belə, yəni 38 manat pul versən və onun haqqını artıqlaması ilə ödəyir. Bu arada məkan təzə olduğu və bunu da reklam üçün göndərdikləri üçün biraz güvənməmişdim. Dostum gilə gedəndə orada da yenidən sifariş eləmişdim. Amma sizə deyim ki, eyni keyfiyyətdə, eyni qaydada ləzzətli suşilər gəldi. Uzun sözün qısası, maksimum sushi set 5 dəli söhbətdir.